Salam. Bugün 2025-ci il tarix test toplusundan deməli Azərbaycan Səfəvilər Dövləti 16-cı əsrdə bölməsini izah edəcəm. Düzdür, bu çoxdur, test 200-dən çoxdur və videoda 1 saatdan çox olanda yükləmək olmur. Amma yenə çalışacağam ki, yəni çox hissələrdən ibarət olmasın da. Heç olmasa 100 dənə testi, 100-ə yaxın testi bir videoya sığdıra bilim. Deməli, başlayaq. 1. 16-cı əsrdə Azərbaycanda verilməyə başlanmış şərti torpaqlar. Baxın, bir-bir variantları izah edirəm. Vəqf ərəblərin dövründən verilir, 16-cı əsrdən yox. Başlaması ərəblərdəndir. 7-ci əsr, özdəki şərti deyil, vəqf dini idarələrə məxsus torpaqdır. İqta da ərəblərin dövründəndir, 7-ci əsrdən. Yəni, amma 16-cı əsrdə iqta yoxdur. Sonra soyurqal 15-ci əsrdə. Soyurqal sözünün mənası Monqolca ehsan, bəxşiş deməkdir. Bu 15-ci əsrdəndir. Üzdə irsi keçən torpaqlardır bunlar. İncu hökmdar və xandasına məxsus olan torpaqlardır, Monqolların dövründə. Amma tiyul, bəli, 16-cı əsrdən verilməyə başlayıb, özdə şərti. Sonra düzdür, bu da irsi olacaq. Amma hələ ki, 16-cı əsrdə şərti kimi yaranır. Şahın xüsusi icazəsinə irsi ola bilərdi. Sonra 2. Səfəvi dövlətinin ilk dövründə dövlətdə ikinci şəxs sayılırdı. Baxın, xüsusi vurğulayıram, ilk dövrlərində. İlk dövrlərində vəkil idi. Sonra artıq vəkilin o qədər əhəmiyyəti oldu. Məsələn, Şah 1-ci İsmailin dövründə ondan sonra vəkil idi. Sonra 3. Səfəvi dövlətində mülki işlərə rəhbərlik edən və maliyyə məsələləri məşğul olan şəxs. Bu vəzirdir. Ümumiyyətlə, belə bir şey yadda saxlayın ki, dövlətlərdə adətən maliyyə işlərini yerinə yetirir vəzir. Bir dənə bu Osmanlıda dəftərdar yerinə yetirirdi maliyyə işlərini, amma əksər dövlətlər mülki maliyyə işlərini yerinə yetirir vəzir. Sonra 4. Şah İsmailin fəaliyyətinə aiddir, 1-ci İsmailin. İndi burada nəyə diqqət yetirməliyik? Bax, Şah 1-ci İsmail 1501-ci ilin payızından 1524-ə qədərdir, elə deyil. O 1501-ə qədər fəaliyyəti, 1494-dən 1501-ə qədər olan fəaliyyətində o şah deyil, o Şeyx İsmaildir, Qızılbaş İsmail, Səfəvi İsmail. Yəni onun hakimiyyət dövrü deməyiz, hələ dövlət yaratmıyor, baxın, hakimiyyətdə də olsun. Ona görə də buna diqqət yetirəcəyik. Deməli, Şirvanşahlar dövlətinin Səfəvilərin bəylərbəyliyinə çevrilməsi, bu Şirvanşahların süqutudur. 1538-1538-də Təhmasibin dövrünə düşürük, 24-76, 1-ci Təhmasib. A deyil, Çıldır döyüşü. Çıldır da 1578 Məhəmməd Xudabəndənin dövrüdür, 1578-87 Xudabəndə. Əhər sülhü ümumiyyətlə Ağqoyunlu dövlətinə aiddir, 1500-cü ildə Ağqoyunun parçalanmasıdır. Onda da şah deyildi də İsmail. Şərir döyüşü. Şərir döyüşünə düzdür, döyüşən İsmaildir, Ağqoyunlu Əlməd Mirzənin. Amma şah deyil, 1501-ci ilin yayındadır. Amma bu dövləti yaradır 1501-ci ilin payızında. Sonra Ağqoyunlu dövlətin ikinci qolunun süquta uğraması, bəli, bu 1503-cü il Almabulağı döyüşüdür. Ona da İsmail artıq şahdır. Deməli, cavab E variantı. Sonra 5-ci sual yenə Şah 1-ci İsmailin fəaliyyətinə aiddir. Venesiya ilə hərbi ittifaq haqqında müqavilənin bağlanması. Venesiya ilə bunun belə bir müqaviləsi olmayıbdır. Yenə bunu şahlıq dövründə biz nəzər salmalıyıq. Trabzon imperiyasının varlığına son qoyulması. O 1461-ci ildədir. Onda da Şah İsmaildir. Yoxdur, Ağqoyunlu bəyliyinə aiddir. Uzun ətənə. Sonra Cabanı döyüşü. Cabanda da yenə düzdür, İsmail deməli Şirvanşahları məğlub edir. Amma onda İsmail şah deyildi. Mərv döyüşü 1510-cu ildədir, bəli, və Mərv döyüşü İsmail Şeybaniləri məğlub edib Xorasanı aldı. Cavab dedi, Şah 1. Özü Mərv döyüşündən sonra Səfəvi dövləti imperiyaya çevrildi. Cavab D variantıdır. Amma E variantına da baxaq. Cəlalilər dövlətinin varlığına son qoyulması bu 1410-cu ildə Qaraqoyunlu Qara Yusif tərəfindəndir. Ona görə də edə deyil. Cavab D variantı. Sonra Cabanı döyüşün nəticəsi. Bunu belə deyim də, Cabanı döyüşündə Şirvanşahlarla, yəni Fərxiyaslarla İsmaildir, Şeyx İsmaildir. Burada İsmail qalib gəlir. Deməli, amma dövlətə aid deyil təbii ki.
Qaraqoyunlular məğlub oldu. Qaraqoyunlu yox idi orada. Qızılbaşlı qoşunu qalib gəldi. Aha, cavab B-dir. İndi digərlərində mən baxıram rəylərdə yazırlar ki, digərlərində də oxuyub izah edeyim variantları. Bax, indi düzgün cavab biz burada gördük ki, Qızılbaş qoşunu qalib gəldi də. Yəni izah da elədim ki, Cabanı döyüşü Şeyx İsmail ilə Şirvanşah Fərəxyasar arasında. Burada Şeyx İsmail qalib gəldi Fərəxyasara. Hə, indi burada cavabı da deyirəm ki, B variantında. Amma nə bilim, rəylərdə elə yazırlar deyə məcbur bunu da belə izah etməyə çalışacağım. Amma valla məncə bu mənasız bir şeydir bu. Qızılbaşlar tutduqları torpaqlardan geri çəkildilər. Yenə deyirəm, onlar qalib gəliblər Qızılbaşlar. Niyə geri çəkilsinlər? Cəlalilər qələbə çaldılar. Bu döyüşdə Cəlali yoxdur. Şirvanşahlar qalib gəldilər. Şirvanşah bu döyüşdə məğlub oldu. Cavab B variantı yenə. Sonra 1501-ci ildə Qızılbaş qoşunlarının Bakıya hücumunun nəticəsi, deməli, Bakı tutuldu, Şirvanşahların xəzinəsi Qızılbaşların əlinə keçdi. Aha, elə cavab budur. Yenə deyirəm, bu oxuyub səhvdir, bu deyil deməklə artıq burada 200-dən çox sualdır. Yəni, bir videoya sığdıra bilməyəcəm. Videoda 1 saatdan çox olanda yükləmək olmur. Ha, yəni burada nəticə budur ki, Qızılbaş qoşunları Bakı tutulur, deməli Şirvanşahların xəzinəsinin Qızılbaşlar ələ keçirdi. Sonra 8-ci sual. 16-cı əsrdə Səfəvi Osmanlı müharibələrinin ikinci mərhələsinə yekun vurdu. Hə, birinci mərhələsinə 1555-də yekun vurdu Amasya, ikinci mərhələsinə də İstanbul sülhü, birinci İstanbul. Burada da cavab B variantı. Amasya 1555, birinci İstanbul 1590, Mərənd 1618, Yassı 1791, Qəsr-Şirin 1639. Sonra 9. 16-cı əsrdə Səfəvi Osmanlı müharibələrinin birinci mərhələsinə. Hə, bu Amasyadır. Burada bir dənə Əpər, yerində 10 ilindəyim, 1500-cü ildə Əpər sazişidir. Hə, bu da Amasya müqaviləsidir. Sonra Almabulağı döyüşü nəticəsində. İndi mən bu döyüşün nəticəsini deyim, onu axtara. Bu döyüş, deməli, artıq Şah 1-ci İsmaillə Ağqoyunlu Murad Mirzə arasında olubdur. Bu 1503-cü olubdur. Həmin döyüşdə də Şah 1-ci İsmail Ağqoyunlunu məğlub edibdir. Hə, deməli, Qaraqoyunlu dövləti süqut etdi? Yox. Ağqoyunlunun ikinci qolu da süqut edən. Qaraqoyunlular Cəlaliləri məğlub etdi. Ümumiyyətlə, burada Qaraqoyunlu yoxdur. Səfəvilər qalib gələrək Ağqoyunlu dövlətin varlığına son qoydular. Bəli, C variantıdır. Qızılbaşlar qalib gəldi. Xorasan onların hakimiyyəti. Xorasan o C-də düşür, Mərv döyüşündə düşür. Ona görə Xorasan olmaz. Qızılbaşlar, Şirvanşah qoşunları məğlub oldu. Burada Şirvanşah yoxdur. Sonra birinci İsmailin başçılıq etdiyi, daha doğrusu İsmailin başçılıq etdiyi Qızılbaş qoşunlarının 1500-1501-ci illər hərbi yürüşlərinin nəticəsində. Burada deməli Sultan Murad deyil hələ ki, yəni o 1500-dədir. Şirvan Dərbənd Kiçik Asiya ələ keçirildi və İsmail şah elan edildi. Yox, bu Kiçik Asiya deyil axı ələ keçirilən. Ona görə Kiçik Asiyaya görə olmaz. Naxçıvan, Şirvan, Şəki vahid dövlətə birləşdirildi. İsmail yox, o Şəkizad sonradan birləşdirildi. Yəni Naxçıvan. O Təhmasibin dövründə Şəki hakimliyinin varlığına son qoyuldu. Səfəvilər Osmanlılar tərəfindən məğlubiyyətə uğradıldı və Təbrizi itirdi. Burada hələ Osmanlı ilə müharibəyə başlamayıb. Səfəviyə heç dövlət yaranmayıbdı hələ. Paytaxtda Təbriz olan Səfəvi dövlətinin əsası qoyuldu və İsmail şah elan edildi. Bəli, cavab E variantıdır. Sonra burada deyir Səfəvi dövlətinin adı buraxılan hökmdarını müəyyən edir. Birinci İsmail 1524-76, birinci Təhmasib 1501-1524 birinci İsmail, birinci Təhmasib 24-76, ikinci İsmail 76-77, burada da olmalıdır Məhəmməd Xudabəndə 78-87, sonra da Şah 1-ci Abbasda 1587-1629. Deməli, cavab E variantı Şah Məhəmməd Xudabəndə. 13-cü sual. 16-cı əsrdə müstəqilliyinə son qoyularaq ərazi Səfəvi dövlətində birləşdirilmişdir. Şirvanşahların 1538 axı Şirvanşahların müstəqilliyinə son qoyulur. Ona görə Şirvanşahların. 16-cı əsrdə Şəki hakimliyini ləğv edərək öz ərazisində birləşdirilmişdir. Deməli, Səfəvilər.
1551-ci ildə birləşdiribdir Şəki hakimliyini. İndi bax, yenə bilirəm, rəylərdə çoxsu yazacaq ki, ay digər variantları da izah elə. Mən bunu necə oxuyum deyim ki, Şəddadilər deyir. Yaxşı, onda mən Şəddadinin yaranma sübutunu deyim. 971-1088 deyim. Hə, onun adəti yoxdur bura, yəni Şəki hakimliyinə son qoyulmasına. Bir də bu variantları izah eləsəm, yenə deyirəm, bax, test, yəni video çox uzun olacaq. Yəni, burada cavab Səfəvilərdir konkret. 1551-ci ildə Şəki hakimliyini ləğv edir, öz ərazisinə birləşdirir. 15-16-cı əsrdə Səfəvi dövlətində Qorçubaşı adlanırdı. Bu Qorçubaşı Azərbaycanlılardan ibarət qoşunda, Çərik adlanan qoşun. E variantına baxın, Azərbaycanın yarımköçmə tayfalarına toplanmış Çərik adlanan xüsusi dəstənin başçısıdır. Oldu. Deməli, Çərik adlanan dəstənin başçısı Qorçubaşı da Azərbaycanlıdır. Bunu sadəcə ezberləmək lazımdır. Sonra 1538-də Səfəvilərin Şirvana yürüşünün nəticəsi, Şirvanşahlar süqut etdi də. Deməli, C variantı Şirvanşahlar dövlətinin müstəqilliyinə son qoyuldu. Sonra 17 Çaldıran və 1585 Sufyan vuruşmaları nəticəsində Çaldıranda Səfəvinin Osmanlı arasında Osmanlı məğlub olur. Sufyanda yenə Səfəvin Osmanlı dedim. Səfəvin Osmanlı qalib gəlir, Səfəvi məğlub olur. Sufyan 1585 yenə Osmanlı qalib gəlir, Səfəvi məğlub olur. Deməli, Qaraqoyunun qalib gəlməsi Qaraqoyunlu yoxdur. Osmanlının məğlub olması yox, Osmanlı qalib gəlir. Ağqoyunun qalib gəlməsi Ağqoyunlu yoxdur heç bu dövrdə. Deməli, Cəlalilərin Cəlali də yoxdur, iştirak eləmir. Səfəvilərin məğlub olması. Cavab E variantı. Sonra 18. Azərbaycanda Elxanilər dövlətinin tətbiq, Səfəvi dövlətinin ləğv etdiyi vergi, bu təbii ki, tamğadır. Tamğadır. 1565-ci ildə birinci Təhmasib ləğv edir. 19. Şah 1-ci Təhmasibin dövründə Azərbaycana sənətkarlıq və ticarətin inkişafını etdirmək məqsədi ilə ləğv edilmiş vergi yenə tamğa olacaq. Burada A variantı. 20. Səfəvilərin hakimiyyət dövründə sənətkarlığın və ticarətin inkişafına təkan verən başlıca tədbir. Yenə də burada tamğa vergisinin ləğv edilməsi C variantı olacaq burada. İndi digər variantlar da bu xarici ölkələrə ticarətə yerli tacirə xüsusi imtiyazların verilməsi, belə bir şey yoxdur. Ticarət yollarında yam adlanan, yamlar bu Monqolların Qazanxanı islahatında yaradılır. Sonra Qopçurun ləğv edilməsi, Qopçur Qazanxanın islahatına, din islahatına görə ləğv edilir. C vergisidir, bu əvvəl otlaqlara görə alınan vergidir, sonra can vergisi olur. Qazanxan da onun din islahatına görə ləğv edir. Mis və gümüş pulların tədavüldən çıxarılması belə bir şey də yoxdur. Deməli, cavab C variantıdır. Sonra göstərilən döyüşlərin hamısı aiddir. Deməli, Cabanı, Mərv, Çıldır. Kimə aiddir bunlar? Səfəvilərə. Cabanda da Səfəvilərlə, Şirvanşahlarla, Mərvdə Səfəvilər Şeybanilərlə, Çıldırda da Səfəvilər Osmanlı ilə. Deməli, cavab B variantı. 22. Osmanlı imperiyası ilə müharibə aparmış dövlətlər. Osmanlı imperiyası ilə deməli, Rəvvadi yoxdur, 1065-də süqut edib. Ağqoyunlu bəli aparıbdır, 1503-ə qədər. Ağqoyunlu Osmanlı ilə müharibə aparmış deyir. Ağqoyunlu onda götürək 72 Beyşehir, 73 Malatya Otlaq belə döyüşlərdə buna götürək. Səfəvi də aparıbdır. Xeyli müharibə aparıb, Səfəvini götürək 2-3 cavab 2-3-də, amma digərlərini izah edim. Eldənizlər 1136-1225-də süqut edib, amma Osmanlı yarandı 1302-də. Şeybanilərin də yox, Osmanlı ilə müharibəsi yoxdur. 2 ilə 3-dür, E variantı. 22-də cavab E. Sonra 23 Ağqoyunlu dövlətində müharibə aparmış dövlətlər Osmanlı bəli dediyimiz kimi aparıbdır. Cəlari 1410-da süqut edibdir. Hülaki 1357-də süqut edibdir. Şəddadilər də 1088-də süqut edibdir. Səfəvi bəli 1503-də dövlət kimi müharibə aparıbdır. Deməli 1-5 E variantı. 24. Ağqoyunlu dövlətinin varlığının tamamilə son qoyuldu. Bu 1500-də Almabulağı döyüşündə. Baxın C variantına. Almabulağı döyüşündə Ağqoyunluların məğlubiyyəti nəticəsində. Ada deyir 1538-də Səfəvilərin Şamaxıya yürüyüşü. Bu Şirvandır, Şirvanşahlar. Əpər sazişi parçalanır Əpər sazişində. Sonra Deydə deyir Uzun Həsən Otlaqbeli döyüşündə məğlubiyyəti yox. Ondan sonra Uzun Həsən varisləri vardı. Trabzonun Osmanlı qoşunları tərəfindən tutulması nəticəsində Trabzon tutulanda heç Ağqoyunlu dövləti yaranmamışdı. 1461-dədir Trabzon. Cavab C.
25 Səfəvilərin 1551-ci ildə Şəki üzərinə hücumunun nəticəsi Səfəvi qoşunları qalib gəlsə də, bax, buradan görün ki, səhvdir bu. Sonradan əhalinin ciddi müqavimət nəticəsində geri çəkildi. Yox, nəticə olur ki, onlar Şəki hakimliyinin varlığına son qoyurlar. Özlərinə tabe edilir, bütün Azərbaycan torpaqlarını birləşdirir. Təhmasib. Şəkinin müstəqilliğinə son qoyuldu. Şəki vilayəti Səfəvi dövlətinə birləşdirildi. Bəli, elə B variantıdır. Sonra Şah 1-ci İsmail qoşunları qalib gəldi. İsmail 1524-dən sonra yoxdur. Buğurt qalası alındı. Bu Buğurt qalası bilsin nə vaxtı? 1554-cü ildə Süleymanın yürüşü var, odur. Sonra Gürcistan qalası alındı. Səfəvi qoşunları Şəki vilayətində qəsd olaraq ilhaq etdilər. Yox, Gürcistan qalasının burada aidiyyəti yoxdur. Deməli cavab oldu B. 26 Baxın, 16-cı əsrdə Səfəvi dövlətində hərbi qüvvələrin əsasını təşkil edirdi. Burada artıq Azərbaycanlılardan ibarət qoşunlardır da, yəni çərik adlanan hərbi dəstələrdir. Deməli, cavab E variantı. 27 Deməli, 16-cı əsrdə Səfəvi dövlətində çərik adlanan hərbi dəstələr başçılıq edirdi Qorçubaşı. Bu çərik də dediyimiz kimi Azərbaycanlılardan ibarətdir. 28 Şah 1-ci İsmail 1501-24, sonra olmalı Təhmasib 24-76, 1-ci Təhmasib, sonra İsmail 76-77, sonra Məhəmməd Xudabəndə 78-87, sonra Şah 1-ci Abbas 87-1629. Deməli, burada olmalıdır Şah 1-ci Təhmasib. E variantı 28. 29 Soyurqalla tüyülün fərqi. Soyurqal sahibi götürdüyü gəlirin bir hissəsini dövlətə verir. Qətiyyən. Soyurqal vergi toxunulmazlığına hüququndan malikdir. A deyil. Soyurqaldan fərqli olaraq tüyül üstən keçirdi. Əksinə, soyurqal üstən keçirdi. Soyurqalı alan ümumiyyətlə özünə bir dövlət qursun. Yəni onun mərkəzi hakimiyyətə yığmaq mümkün deyil. Ümumiyyətlə Qaraqoyunlu, Ağqoyunlu dövləti elə bu sırf soyurqala görə mərkəzləşdirilmiş dövlətə çevrilə bilmədi. Ən əsas səbəb budur. Soyurqal xidmətə görə türü isə yalnız şahın yaxın adamlarında, xeyr, o da xidmətə görədir. Soyurqal Qaraqoyunlu, Ağqoyunlu dövlətləri dövründə, tüyül isə Səfəvilər dövründə verilirdi. Bəli, cavab D-dir. Soyurqalı Səfəvilər, əksinə soyurqalı Ağqoyunlu, Qaraqoyunlu. Tüyülü isə Monqollar, yox, tüyülü Səfəvilər tətbiq edib. Deməli, cavab oldu D. Sonra yenə soyurqalla tüyülün fərqini soruşur. Soyurqal vergi, xeyr, soyurqal torpaq mülkiyyət formasıdır. Soyurqal irsdən keçmirdi, xeyr, soyurqal irsdən keçirdi. Soyurqal 16-cı əsrdə, xeyr, soyurqal 15-ci əsrdə yaranıb. Soyurqal mülki xidmətə isə xidmətə görə tüyül isə yalnız şahın yaxın adamlarına, xeyr, hərbi xidmətə görədir. Soyurqal 15-ci əsrdə, tüyül isə 16-cı əsrdə. Yəni, belə yada saxlayaq ki, soyurqal, Ağqoyunlu, Qaraqoyunlu, tüyül isə Səfəvi. Səfəvilər sırf soyurqalın qarşısını almaq üçün bu tüyülü yaratdılar ki, irsdən keçməsin. Yəni, hərbi xidmət bitəndən sonra geri qayıtalsın. Onun irsdən keçməsi üçün şahın xüsusi icazəsi lazım oldu. 31. Deməli, Səfəvi və Teymuri dövlətlərinin tarixində oxşarlıq. Qızıl Orda ilə müharibə etmələri, Səfəvinin Qızıl Orda ilə müharibəsi olmuşdur. Teymurun olubdur, amma Səfəvin yox. Şeybanilərlə sülh müqaviləsinin imzalanması, bu Şeybanilərlə yox, müqaviləsi yoxdur bunun. Eyni əsrdə süqut etmələri, Səfəvi 1736-dır, Teymuri 1507-dir, olmadı eyni əsr. Osmanlılarla müharibə, Səfəvi də aparıbdır, Osmanlı ilə müharibə, Teymuri də aparıbdır, Ankara döyüşdə. Paytaxtın Təbrizə köçürülməsi yox, elə Səfəvi yarananda paytaxtı Təbriz idi. Cavab oldu D. D variantı, Osmanlılarla müharibə aparılması. 32. Salarilər, Hülakirə və Bayandurlu sülalələrinə uyğun olaraq əvəz etmişlər. Salarləri əvəz edibdir Rəvvadilər. 2. Hülakiləri əvəz edibdir. Burada Cəlalilər götürək. Əslində qalsa Qızıl Ordalılar gəlir 57, 59-dan Cəlalilər gəlir, 58 Şeyx Veysidə. Sonra deməli 2, 5. Bayandurluda Ağqoyunlu da əvəz edir Səfəvilər. Deməli 2, 5, 3. E variantı. Sonra Azərbaycan əslində vahid dövlətdə birləşdirmişlər. Bunu həmişə deyirəm, belə də saxlayın. 3 S hərfi. Saci, Salari, Səfəvi. 2, 4, 5. 2, 4, 5 D variantı. Dahi D variantı. Azərbaycanın cənub ərazisində yaranmış dövlətlər cənubda, bunu da belə yadda saxlayın ki, Şırlar şimalda yaranıbdır. Şəddadi edir, Şirvanşahda bunlar şimalda yaranıb. Şimdi onları çıxdım. Burada Saci, Salari, Səfəvi. 1, 2, 3, 1, 2, 3. E variantı. E. 35.
1501-ci ilin payızında İsmail Səfəvi dövlət yaratdı da özünə. Ağqoyunlu Muradın qüvvələrini məğlub etdi. Yox, o Alma bulağı döyüşündədir 1500-də. Ərzində keçirilən müşavirədə Şirvanşahların üzərinə yürüş etməyə qərar verdi. O 1499-dan sonradır. Osmanlı Sultanı 2-ci Bəyazitlə müharibədə məğlub oldu. Bəyazitlə dost olmuşdu. Hətta 1504-cü ildə Bəyazit Səfəvinin müstəqilliyini tanımışdı. Təbrizə daxil olaraq özünü şah elan etdi. Bəli, D variantı. Bütün Xorasanı hakimiyyət altına aldı. O Xorasan alınması 1510 Mərv döyüşündədir. Sonra 36. 1501-ci ilin yazında Qızılbaşlar Şirvanda çox mühüm strateji və məntəqə və ticari mərkəzdə Şamaxını tutdular. Yox, Şamaxını yox, Bakını. Şirvanda çox mühüm strateji məntəqə olan Gürcüstan qalasını yox. Cabanı döyüşündə, Cabanı 1500-dür. Ağqoyunlu Bayandurlu dövlətin 2-ci qoluna, o da 1503 Alma bulağı döyüşündədir. Müqavimətə rast gəlsələr də Bakını tutub Şirvanşahların xəzəsinə ərə keçirdilər. Deməli, cavab E variantı. Sonra 37. 1593-cü ildə Şah 1-ci Abbas inzibati dəyişiklik edərək Çıxırsa bərabərliyini ləğv etdi. Yox. Çıxırsa bərabərliyi 17-ci əsrdə yarandı. Dövlətin paytaxtını İsfahana köçürdü. Bu da 1598-də köçürür. Şirvanşahlar dövlətinin ərazisini bərabərliyə çevirdi. Bunu çevirən Təhmasib olub 1538-də. Mərkəzi Təbriz olan bərabərlik yaratdı. Yox, Təbriz o zaman idi. Osmanlının işğal altındaydı. Azərbaycan bərabərliyini yaratdı. Bəli, cavab E variantıdır. Mərkəzidə ilə Ərdəbil oldu. Çünki Təbriz işğal altındaydı. İndi Səfəvi Osmanlı müharibələrine aid döyüşlərin sırasını tamamlayın. Niyazabada verib, deməli 1583 Sınıq körpü, Sınıq körpüdə 1618. Bunların qalib gəldiyi döyüşlərdir. Amma fərq eləmir. Burada sualda qalib gəldi. Burada Sufyanı götürəcəyik. Niyə? Çünki burada digərləri aiddirsə, məsələn, Muş döyüşü Ağqoyunlu Qaraqoyunludur. Otuq belə Ağqoyunlu Osmanlıdır. Mərv Ağqoyunlu Şeybanidir. Cabanı da Ağqoyunlu Şeybani dedim, üzr istəyirəm. Səfəvi Şeybani. Cabanı da Səfəvi Şirvanşahdır. Sufyandır burada. D variantı. Amma 2 dənə Sufyan var da, yəqin ki 1605-ci Sufyan. Sonra 39 yenə deyir, Səfəvi Osmanlı müharibələrinə aid döyüşlərin sırasını tamamlayın. Çaldıran 1514, Çıldır 1578, Şəməsi Ağqoyunlu Səfəvidir, Mərv Səfəvi Şeybanidir, Qoylisar 1461 Ağqoyunlu Osmanlıdır, Malatya yenə Ağqoyunlu Osmanlıdır, Niyazabaddır 1583. Deməli, cavab E variantı. 39-da cavab E variantı. 40. Şah 1-ci Abbasdan fərqli olaraq Şah 2-ci Təhmasibin hakimiyyət dövründə Səfəvi dövləti. 2-ci Təhmasib. 2-ci Təhmasib 1722-32. Şeybaniləri Xorasana çıxartmışdır. Abbas çıxardır da. Bu ola bilməz. İngiltərə ilə müqavilə imzalanmışdır. Abbas imzalayır. Rus qoşunlarına hücumuna məruz qalmışdır. Təhmasib qalıb. Pyotrun yürüşlərində bura. Yəni 22-23 Pyotrun yürüşləri Dərbənd Rəştat. Elə Bakında. C variantı. Rus qoşunlarının hücumuna məruz qalmışdır. Osmanlı qoşunlarının hücumuna məruz qalmışdır. Hər ikisi də qalıbdır. Mərkəzləşmiş dövlətə çevrilmişdir. Yox, ümumiyyətlə dövlət mərkəzləşmiş dövlət idi. Fərqli cəhəti deyil yəni. Cavab oldu C. 41. Şah 1-ci Abbasın hərbi inzibati islahatları keçirməkdə məqsədi ordunun yalnız sözü varsa ümumiyyətlə bunu oxumağa ehtiyac yoxdur. Saf olacaq. Kəndli təbəqəsinə olmaz. Qızılbaşların tək başına silah gəzdirmə hüququnu təmin etmək yox. Onu ləğv edir. Özdə ki, ondan ötürü islahat keçirilmir ki bu. Yəni dövləti gücləndirməkdən ötürü islahat keçirilir. Məqsədi odur. Tayfa başında irsilik prinsipini tətbiq yox, ləğv edir. Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq, sarsılmış qüdrətini bərpa etmək. Bəli, cavab D-dir. Sonra deməli, ordunu yalnız Qızılbaş tayfalarından seçilməsini təmin etmək xeyr. Cavab D. 42. Şah 1-ci Abbasın hakimiyyəti illərində ləğv edildi. Müstəqil Şəki hakimliyi. Şah 1-ci Abbasın hakimiyyəti ili deməli 1587-1629-da. Şəki hakimliyi 1551-dir. Mərkəzi Gənc olan Qarabağ bərabəri yox, o ləğv edilmir. Elə Səfəvi dövləti yaranan vaxt yaradan. Qızılbaşların tək başına silah gəzdirmə hüquqları. Bəli, C variantıdır burada. 43. Qızılbaşların hərbi xidmətə cəlb olunması yox, onlar da var. Onlardan ibarət dəstə var, Qızılbaşlar dəstəsi. Qoşunun tayfa müxtəlif prinsipi əsasında təşkirini yox, əksinə yaradır.
43. Şah 1-ci Abbasın hakimiyyəti illərinə aiddir. Yenə 1584-1629. Qızılbaşların tək-başına silah gəzmə hüququnun verilməsi yox, alınmasıdır. Azərbaycan tayfalarının əmrlərindən ibarət Ali Məclisinin fəaliyyətə başlaması yox, olmaz. Ali Məclisi var idi, dostum. Azərbaycanın Səfəvilər dövlətində qalan ərazilərində Azərbaycan bərabərliyinin yaradılması. Bu bilirsiniz 1590-cı ildə İstanbul müqaviləsindən sonra Azərbaycanda qalan ərazilər var. O əraziləri yığıb mərkəzi ədəb olan Azərbaycan bərabərliyi yaradır. Cavab C-dir. Mərkəzi Naxçıvan olmaqla Çuxurşəhər bərabərliyi mərkəzi İrəvandır. Özü ki bu 17-ci əsrdə yaranacaq hələ Çuxurşəhər bərabərliyi. Qəzvin şəhərinin dövlətin paytaxtına. Qəzvin onsuz da 1555-dən paytaxt idi. Əksinə bu paytaxtı dəyişir 1598-də keçirir İsfahana. Deməli cavab oldu C variantı. Sonra 44. 1590-cı il İstanbul müqaviləsinin nəticəsi Qaradağ, Ərdəbil, Xalxal və Lənkəran əraziləri Səfəvilərdə qaldı. Elə cavab A variantıdır. Yəni bu da əzbərçilikdir də, bu başqa bir şey tələb eləmir. Digər variantları deyib səhvdir deməyə ehtiyac yoxdur məncə. 45. Şah 1-ci İsmaili Avropa ölkələrinə münasibətdə Uzun Həsənlə birləşdirən ümumi cəhət öz ölçüsünü odlu silah ilə təsis etmək üçün onlarla əlaqə yaratması, bəli, hər ikisi üçün uyğun cəhətdir bu. A variantıdır. Hətta İsmail orada Hörmüzü itirməsinə səbəb olur. Deməli, Avropa ölkələri ticarət əlaqələrini məhdudlaşdırmaq heç birisinə aid deyil. İran körfəzi vasitəsilə Kiçik Asiyadakı türk limanlarını yan keçərək Avropa ilə əlaqələr yaratmaq. Kiçik Asiyadakı yox. Elə bir şey yoxdur. Osmanlılarla qarşı Venesiya hərbi ittifaqın bu Uzun Həsənə aid olar. Avropa dövlətlərinə qarşı Osmanlılarla ittifaqın yox. Əksinə Osmanlıya qarşıdırlar. 46. Məhəmməd Cahan Pəhləvan və Şah 1-ci Təhmasib və Şah 1-ci Abbasın fəaliyyətinə üçün oxşar cəhət. Yəqin ki, burada paytaxt köçürmələri olacaq. A variantıdır cavab. İndi digərlərini izah edeyim yaxşı. Yeni dövlətin əsasını qoymalar. Məhəmməd Cahan Pəhləvan dövlət əsası qoymayıb. Beş Təhmasib də qoymayıb, Abbas da qoymayıb. Ağqoyunlulara qarşı mübarizə aparmalar. Məhəmməd Cahan Pəhləvan Ağqoyunlunu görməyib. O 1175-1186-da Ağqoyunlu 1468-1500-dür. Olmaz. Səfəvi dövlətin hökmdarlığı olmaları. Məhəmməd Cahan Pəhləvan Atabəydir. Xorasanı geri qaytarmaları bunlardan Abbas geri qaytarıbdır. Deməli, cavab A variantıdır. 47. 16-cı əsrin sonlarında Şah 1-ci Abbasın xarici siyasətinə aid deyil. 16-cı əsrin sonlarındakı o nə idi? Xorasan almaq, Hörməzdə almaq, bir də itirmiş qüdrətini geri qaytarmaqda, yəni Osmanlıdan almaq. Deməli, Osmanlıların işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq düzdür. Xorasanı geri qaytarmaq düzdür. Rusiyanın Xəzərsaylı vilayətlərdən çıxarmaq yox. Hələ ki, Rusiyana bir şey yox idi. C variantıdır. İran körfəzinə Portuqaliyanın hegemonluğuna son qoymaq, bəli. Səfəvilər dövlətinin Hind okeanına çıxışını bərpa etmək, bəli. Çünki itirilmişdir. İndi 48-də baxaq. İqtanı verib eldənizlərə olar, Qaraqoyunlara olmaz. Deməli, biri götürürük. İqta eldənizlər. Tilu veribdir Albaniyaya, olmaz. Tilu veribdir, deməli, eldənizə olmaz, Qaraqoyunluya olmaz. Xostak Albaniya olar, Sasani dövründə Albaniyadır. Deməli, 1 ilə 6 E variantı. Burada da cavab E variantı olacaq. 49. Şərir və Almabulağı döyüşlərinin oxşar nəticəsi. İndi birinci bu döyüşləri deyim. Şərir Ağqoyunlu Səfəvi, yəni Qızılbaşlar, Səfəvilər qalib gəlir. Almabulağı da Ağqoyunlu Səfəvi dövləti. Burada da yenə Qızılbaşlar qalib gəlir. Hər ikisində Qızılbaşlar qalib gəlir. Şirvanşahların məğlub olmasa Şirvanşahın burada işi yoxdur. Səfəvilərin Ağqoyunları məğlub etməsi. Bəli, cavab B-dir. Qızılbaş qoşunlarının məğlub olması yox. Dedik, qalib gəlir axı Qızılbaşlar, Səfəvilər. Cəlari də yoxdur burada. 15-ci əsrin əvvəllərində 1501 əvvəli 16-cı əsrin əvvəli deyir. 1-ci rübə deyir. 1501-3. Sonra 50. Qaraqoyunlu və Səfəvi dövlətlərinin tarixinə oxşar cəhət. Bərk torpaq sahibliyindən istifadə olunması. Bərk nədir? Dini idarələrə məxsus olan torpaqlardır. Hər ikisində də var. Dəyişməyib bu. Elə cavab adı. Venesiya ilə müqavilə bu Ağqoyunluya aiddir. Bayrat Monqollara aiddir. Elxanilərlə müqavilə, bunlar heç birisi Elxaniləri görməyib. 1256-1357-də Elxanilər. Hərbi və mülki hakimiyyətin amilinin əlində bu Ərəb ağalığı dövründədir. Ərəb əmirliyi. Deməli, cavab A variantı. 51. Qaraqoyunlu və Səfəvi dövlətlərinin tarixinə oxşar cəhət. Deməli, mülk torpaq sahibliyindən istifadə olunması. Hər ikisində mülki vardı da.
Yenə cavab burada A variantıdır. Venesiya ilə müqavilə Ağqoyunlu üçündür. Tiyul torpaq sahibliyi Səfəvi üçündür. Eldənizlərlə müqavilə. Bunlar Eldənizi görmürlər. Eldəniz 1736-1225-dir. Hərbi və mülki hakimiyyətin amilin, bu da yenə Ərəb ağalığı dövründə. Cavab A variantı yenə. 52. Torpaq sahibliyi formalarının məntiqi uyğunluğu müəyyəndir. İqta hərbi xidmətə görə verilən şərti torpaqlar, soyqal hərbi xidmətə görə bu da irsi torpaqlar. İndi burada da tiyul davam edəcək. D variantı. Vəqf dini idarələrdir, divan dövlətə məxsusdur, bayraq istifadəsi qalanda xalisədir ki, Şahbonun ailəsinə məxsusdur. Deməli, cavab D. 53. Torpaq sahibliyi formalarının məntiqi uyğunluğunu tamamlayın. Xostak Sasani dövründədir, Uç Səlcuq dövründədir. İkisi də hərbi xidmətə görə verilən şəhərtidir. Burada da olacaq Tiyul. Tiyul da Səfəvi dövründə şəhərdir. Digərlərini də izah edeyim. İlçə bilirsiniz nədir? Bu 9-11-ci əsrlərdə şeylərin kəndlilər yerli feodallardan qorunmaq üçün ərəb feodallarının himayəsinə keçirdilər, hamiliyinə keçirdilər. Ona həm hami torpaqları deyir, həm də ilçə. Belə İnci Monqolların dövründə hökmdar və xan nəslinə məxsus olan torpaqdır. Vəqf dini idarələrdir, divan da dövlətə məxsus olandır. Deməli, Xostak, Uç, Tiyul. Cavab C variantı. 54. Çaldıran və Süfyan döyüşlərinə aid ümumi cəhət. Çaldıran 1514 Səfəvilər məğlub olur. Süfyan da yəqin ki, bu 1585 Süfyan deyir. Bu da yenə Səfəvilər məğlub olur. Osmanlıların məğlub olması, Osmanlılar yox, məğlub olmur. İkisinə də qalib gəlir. Səfəvilərlə Ağqoyunlular yox. Bu Səfəvi ilə Osmanlılar arasında olan döyüşlərdir. Səfəvilərlə Osmanlılar arasında bəli, cavab C-dir. Səfəvilərin qalib gəlməsi xeyir, məğlub olur Səfəvilər. Xorasan uğrunda deyil, Xorasan uğrunda Mərvdir. Yəni bu döyüş Şeybanilərlə olmayıb bu döyüşlər. Deməli, cavab oldu C variantı. 55. Çıldır və Molla Həsənli. İkisi də 1578-dir. Çıldır avqust ayı olmalıdır, Molla Həsənli noyabr ayı olmalıdır. İkisində də yox. Çıldırda Səfəvilər məğlub olub, Molla Həsənlidə Osmanlılar məğlub oldu. Kırımxanı Adil Gərəzad əsər almışdı, baxıldı. Ağqoyunlularla yox, Ağqoyunlu yoxdur bu döyüşlər. Ağqoyunlu ümumiyyətlə dövləti yoxdur. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərdə. Bəli, 1578-1587-də Xudabəndə. Bu da düşür ona. B variantıdır. Səfəvilərin qələbəsi ilə baş çatması yox. Çıldırda Səfəvilər məğlub olub. Osmanlıların məğlubiyyəti ilə bitməsi yox. Yenə Çıldırda Osmanlılar qalib gəlibdir. Şah 1. Abbasın hakimiyyəti illərində Şah 1. Abbas 1587-1629. Deməli, cavab B variantı. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində baş verməsi. 56. Hülayki Qazan xanın və Səfəvi Şah 1. Abbasın islahatlarının nəticəsi. Yeni ölçü çəki pul sisteminə keçirilməsi və iqtisadiyyatın canlanması. Axı Abbas üçün belə çəki ölçü sistemi yoxdur. Olmaz. İtirilmiş torpaqların geri qaytarılması. Bu da Qazan xan üçün yoxdur. Dövlət hakimiyyətinin möhkəmləndirilməsi. Bəli, elə cavab C variantıdır. Qızıl Orda Abbas Qızıl Ordanı görmür. Qızıl Orda təxminən 1502-ci ildə süqut edir. Abbas da 1587-1629-dur. Din xadimləri dövlət işlərinə qarışmasına yol verilməməsi və torpaqların məhdudlaşdırılması. Elə bir şey heç birisinə aid deyil. Sadəcə Qazan xan qopçur vergisini ləğv edir din islahatına görə. O da əvvəllər otlaqlara görə alınan vergidir. Sonra can vergisinə çevrilir. Hamdan alınır. Deməli, cavab oldu C. Dövlət hakimiyyətinin möhkəmləndirilməsi. Şah 1. İsmail hakimiyyəti illərinə aiddir. Deməli, daimi nizami ordunun yaradılması, daimi nizami ordu İsmail üçün olmayacaq. Bu Abbas aid olacaq. Cabani döyüşü. Cabani döyüşündə bu şah deyil də. 1501-ci ilin payızından şah daxı bu. Cabani isə 1500-də baş verir. Ərinizə müşavirəsi, bu da 1500 olmayacaq. Şah deyil orada da. Qoşunun tayfa müxtəlifliyi əsasında təşkil edilməsi o Abbas aid olacaq. Roma papası və Venesiya əlaqələrin yaradılması olar. Deməli, cavab E variantıdır. 58. Şah 1. İsmailin hakimiyyəti illərinə aiddir. Şeybani xan tərəfindən məğlub edilməsi. Deməli, Şah 1. İsmail Şeybani xan yox, onu məğlub edir Mərv döyüşündə. Əksinə, Şeybani xanı məğlub edir. Cabani döyüşündə fərq göstərərək qalib gəlməsi. Düzdür, qalib gəlir, amma şah deyildi orada. Bax, diqqət getirmək lazımdır ki, orada o şah deyil. Şeyx İsmaildir. Sultan 1. Süleymanın Azərbaycana 1-ci yürüyüşü. Süleyman yürüyüş edib 34, 35, 48 əldə etdi. Amma bu nə vaxt hakimiyyətdə olubdur? 1501, 1524-də hakimiyyətdə olub. Deməli, bu Süleymanı görmürük. Təhmətibin